Hamiləlik planlayan və diabetə bağlı risk faktorları olan hər bir qadında hamiləlik öncəsi dönəmdə diabet üçün bir aclıq qan şəkəri səviyyələrinə baxılmalı və ya glikohemoqlobin səviyyələrinə, yəni HbA1c səviyyələrinə baxılması mütləqdir. Əgər hamiləlik öncəsi dönəmdə aclıq qan şəkəri və ya glikohemoqlobin səviyyələrinə baxılmamışsa, bu halda hamiləliyin ilk 15 həftəsi ərzində olan ilk müayinədə mütləq şəkildə aclıq qan şəkəri və ya HbA1c səviyyələrinə baxılmalıdır. İlk 15 həftədə baxılan HbA1c və ya aclıq qan şəkəri səviyyələri normaldırsa, bu halda hamilənin təkrar 24-28-ci həftələrdə şəkər yüklənmə və ya oral qlükoza tolerantlıq testi etdirməsi mütləqdir. Bəzən belə bir mif düşüncə var ki, şəkər yüklənmə testinə daxil olan hamilələrdə hamilə və körpənin sağlamlığı üçün risk yaranır. Lakin bu düşüncə tamamilə yanlışdır. Körpəyə yüksək miqdarda şəkərin keçməsi olmur, körpənin şəkərinin yüksəlməsi halı baş vermir. Əksinə, zamanında doğru diaqnoz qoyulmamış hamiləlik diabeti ana və körpənin sağlamlığı üçün risk daşıyır.